Nələrdir, hansılardır? Təbii, dadı, ərimə temperaturu, qaynama temperaturu, sıxlığı. Aha. Sıxlığın düsturunda nə Nəzrin? O bərabərdir M bölünsün J. J yox. V. M nədir? Aha. M kütləsi, Aha. M həcmi. Aha. M ədədin kütləsi nə ilə ölçülür? Kütlə nə ilə ölçülür? M çəkisi, yəni çəkini nə ilə ölçürsən? Tərəzidə nə ilə ölçürsən cismi? Kiloqram da, kiloqram. Aha. Oksigen molekulunda neçə oksigen atomu var? 2. Yox, 2. 2. Bəs su molekulundaydı? Bir oksigen var, 2. Aha. Bəs yaxşı. Hidrogen qazı deyəndə necə yazırıq Nəzrin? H2. Aha, H2. Bərk, maye və qazlarda ümumiyyətlə onların zərrəcikləri necə yerləşir? Sıx. Hansında? Bərkdə. Sıx. Aha. Mayədə isə belə gəldə boşluq. Biraz. Amma qazlarda? Qazlardan lap arası. Aha. Şəkərlə duzu bir-birindən necə ayırırıq Yusuf? Şəkərlə görünüşünə, müəllim. Ondan sonra ərimə temperaturu, hətta müəllim, bu 8-1 dərəcədə əriyib, təsəvvür müəllim. Şəkər. 85 Aha. dərəcədə. 86. Bəs yaxşı, de görüm haqq verdik. Su qazları, bir də mayeləri. Hansını biz sıxa bilirik? Mayını sıxmaq olur. Yox, Qazları. Axı dedik ki, xörək duzunun ərimə temperaturu aydan? 8-dir. Aha, şəkərin isə 186. Aha, Nəzrin deyirəm ki, 15 dərəcə Selsidə ümumiyyətlə hər hansısa bir maddə hansı vəziyyətdədir? Mayedir, bərkdir, yoxsa qazdır? Maye haldadır. Bəs yaxşı 0 dərəcəyə düşəndə ilə hə? Aha, yəni buz halına keçir. De görüm 105 dərəcədə olsa nə olar Yusuf? Buxarlaşma. Yəni artıq su buxara çevriləcək. Yusuf de görüm su dövranı bilirdin sən. Su dövranı necə olur? Mən yağış yağır, qolda mən yağış yağır. Ondan sonra yerə çıxır, oradan buxarlanır. Təzədən qar buludlara, ondan sonra mən təzədən yağış yağır. Aha, bəs diffuziya nədir haqq verdi? Məsələn, suyun içinə boya qatırıq, su molekulları ilə boya molekulları qarışır Bunlar aha, mayələrin diffuziyası bəs qazlarda necə olurdu? qazlarda. Ətir misalında necə demişdik? Məsələn, o bir təqdirdən uşaq mandalini, onun ətri bura kimi gəlir. Aha, doğrudur. Aydan ərimə temperaturu nə deməkdir? Ümumiyyətlə hansı temperatura deyirik ki, ərimə Hər hansı bir temperaturu? maddənin bərk haldan maye halına keçməsi. Aha, bəs qaynama temperaturu deyəndə Nəzrin? Bir şeyin qaynaması. Yəni Maye haldan qazanır. maye haldan hansı vəziyyətə keçir? Qaz halına. Aha, bəs maddənin dedik halları, hansı hallar olurdu? Yox. Maddənin hansı halı var? Bərk, Bərk, maye, bir də qaz. Yusuf de görün patogen nədir? patogen mən. Sağlam orqanizm. Yox, patogen nədir? Xəstəlik. Xəstəliyi törədən nə? Xəstəlik türədə bakteriya. Bakteriyalar ola bilər, başqa nə ola bilər? Viruslar, göbələklər. Göbələk xəstəliklərini kim deyər? Hansılar? Ha, elə yoxdur. De görüm. Göbələk xəstəlikləri hansılardır? Dəri xəstəlikləri. Aha. Bəs sahib orqanizm nə deyirik lah? Patogendir. Bir şey, əgər o xəstəliksə yoluxmuş insan onu sahibi və özü o xəstəliyi öz beynində daşıyır. Virus xəstəlikləri hansılardır Yusuf? Virus xəstəlikləri hansılar oldu? Mən qızılcan mənim, COVID, koronavirus mənim. Ondan sonra çiçəyi Aha. və mən Qrip, zökəm, bəli. Bəs yaxşı bakterial xəstəliklər hansılardır? Yəni bakteriyaların törətdiyi nələr ola bilər? Vərəm. De görüm Aydan. Vərəm, vəba, aha. Hansılardır? Bakteriyalar, heyvanlar, bitkilər, virus. Bir də göbələklər. Viruslar canlıdır? Yox. Onlar yalnız insan orqanizmi daxilinə keçdikdən sonra olur. İnsana deyək, hər hansısa bir canlının. Nəzmin, sən mənə de görüm, bakteriyalar hansı formalarda ola bilir? Aha. De görüm la. Spiral, basil, kok. Bizdə qalır. Bir də vibrionlar. Vibrionlar hansı formada olanlar idi? Vergül, basillər. Aha, bəs yaxşı. Bir dəqiqə. Kokları? Koklar hansı xəstəliyi törədirdi? Nə idi o? Aha, angina deyirdi ona, angina. Bəs yaxşı, göbələklərdə maya göbələyi var idi. Ondan nə məqsədlə istifadə olunurdu? Makaron tərəf pişirmək üçün. Yəni, aha. Bəli. Məsələn, çörəyin istehsalında droş kimi də istifadə edirdik. Doğrudur. Bəs yaxşı, deyin görüm çift göbələkləri vardı. Onlar harda ki? Mən Aha, ağaca mənim, ağaca. Həmin bir yalan üzərində. Onları mən köhnədən. bəli. Papaqlı göbələklərdən yeməli olanlar hansılar idi? Hansıları tanıyırsınız? Aha, və o sporların yerləşməsinə görə idi. Bəs yeyilən göbələklər, biz ən çox hansı göbələk yeyirik? Papaqlı. Adını deyə bilərsiniz hansısa? Ş hərfinə başlayır. Şampinyon. Şimdi görüm qara ləkəlik hansı bitkidə yolu korur? Ümumiyyətlə hansı bitki qara ləkəliyə? Yaprakların üzərində olur. Aha. Bəs qara ləkə hansındaydı? Bitkilər Ən çox qızıl qışqırmırıq. Bəs yaxşı pas hansındaydı? Yapraklarında. Ən çox hansı bitkilərdə? Taxıl bitkilərində. Taxıl.